Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugünkü mövzumuzu dünən paylaşdığım anketin nəticəsinə uyğun olaraq seçmişəm. Claude Debussy'nin yaradıcılığı. Debussy'nin yaradıcılığı Avropa musiqi tarixində yeni və maraqlı bir səhifədir. Onun simasında Fransız musiqi impressionizmi öz görkəmli nümayəndəsini tapmışdır. Debussy yaradıcılığı boyu yeni mövzu və sujetlər, musiqi janrları və ifadə vasitələri axtarır, cəsarətli eksperimentlər və tapıntılar edir. Debussy bir opera, Pelias və Melisyanda, 3 balet, oyunlar, kamma və oyuncaq yeşiyi, xor əsərləri, o cümlədən kantata və poemalar, orkestr musiqisi, Favon günorta istirahəti, noktyurumlar, Dəniz adlı 3 simfonik eskiz, obrazlar, kamera ansambl əsərləri, fortepiano əsərləri, estamplar, sevinc adası, maskalar, obrazlar, 24 prelüd silsiləsi, 12 etüd, mahnı və romanslar, dram tamaşalarına musiqi yazmışdır. Debussy yaradıcılığının təşəkkülündə, onun üslubunun formalaşmasında Fransanın impressionist rəssamlığı və simvolist poeziyası rol oynayıb. Debussy romantizmin son dövrünə xas şişirdilmiş emosionallığı, alovlu ehtirasları rədd edir. Onun musiqisi sadə gözəlliyi ilə seçilir. O, həmçinin qədim fransız musiqisinə, Rameau, Couperin kimi 18-ci əsr bəstəkarlarının musiqisinə xas olan cəhətləri özündə əks etdirirdi. Debussy'nin novatorluğu, yəni yeniliyi, ən çox musiqi ifadə vasitələri, musiqi dili sahəsində özünü göstərir. İlk növbədə onun koloristik harmoniyası diqqəti cəlb edir. Harmoniyasında funksional əlaqələr zəifləyir. Bəstəkar müxtəlif ladların boyalı qarşılaşdırılmasından, aydın kadanslardan, dissonansların konsonanslara həllindən istifadə edir. O, donmuş harmoniyalara, mürəkkəb akkord paralelizminə, həll olunmamış dissonansların ardıcıllığına meyil edir. Sadə, aydın pentatonikaya, natural ladlara üstünlük verir. Yeniliklərə baxmayaraq Debussy, tonallıq çərçivəsindən kənara çıxmır. Onun orkestri çox boyalıdır. Təmiz tembrləri qarşılaşdırmağı sevir, sanki hər alətin gözəlliyini dinləyiciyə yenidən açır. Ağac nəfəs alətlərinin solosundan, simlilərin surdinli səslənməsindən çox istifadə edir. Ritmi, melodiyası çox originaldır. Ritmi şıltaq, dəyişkəndir. Bugünlük bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.